Mən Yusupova Aynur, 2026-cı ilin idman səfiriyəm. 25 ildir ki, peşəkar idmanda fəaliyyət göstərirəm. Akrobatika gimnastikası üzrə beynəlxalq dərəcəli hakim və gimnastika məktəbinin akrobatika bölməsinin baş məşqçisiyəm. Yaxşı nəticə əldə etmək üçün biz hər gün saatlarla məşq edirik, rejimə əməl edirik, qidalanmamıza diqqət edirik. Çünki idmanda uğur təsadüfi olmur. Biz bir idmançı kimi istifadə etdiyimiz hər məhsula diqqətlə yanaşırıq, çünki performans qədər sağlamlıq da vacibdir. Gənclərə tövsiyəm budur ki, sosial şəbəkələrdə qarşılarına çıxan hər məhsula inanmasınlar, idman qidası seçərkən diqqətli olsunlar, dövlət qeydiyyatından nəzarətdən keçməmiş hər hansı idman qidasından və bioloji aktiv qida məhsullarından istifadə sağlamlığa risk yaradır.